Və söz verdiyim kimi davam edirik və video çarxdan anladınız ki, artıq Turan xanım bizlə bərabərdir. Xoş gəlmisiniz. Xoş gördük Günay xanım. Və qeyd edim ki, Turan xanım tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, həmçinin qidalanma üzrə mütəxəssisdir. 20 illik bir iş təcrübəsi var və minlərlə pasiyentin etimadını qazanan həkimimizdir. Bugün də studiyamızdadırsa, demək ki, çox faydalı olacaq. Ekrana yaxın əyləşin. Elə mövzulardan danışacağıq ki, bu mövzular hər kəsə aiddir. Düşünürəm ki, bizi dinləsəz çox böyük fayda əldə etmiş olacaqsınız. Turan xanım Baku City Görüntüləmə Mərkəzində çalışır. Həftənin 6 günü. Gənclik metrosunun yaxınlığında yerləşir. Əlaqə nömrəsi 052-773-9016 və yaxın günlərdə Turan xanımın cənub bölgəmizə, Lənkəranımıza bir səfəri olacaq. Əziz Lənkəranlılar, bizi Masallıdan, Astaradan, Yardımlıdan, Cəlləbaddan, ümumiyyətlə Lənkərana yaxın olan şəhər, qəsəbə, kəndlərdən izləyən bizim izləyicilərimiz. Yazıla bilərsiniz. Midland klinikasında baş tutacaq qəbul. İnşallah 050-273-9016. Növbəti səfər isə martın 13 və 14-ü Qazax rayonuna olacaq. Evet. Qazax rayonunda pasiyentləri qəbul edəcək. LabMed klinikasında və bilirəm ki, LabMed klinikasında çox gözəl bir şərait var. Həm analizlərin verilməsi üçün, həm müayinələrin aparılması üçün. İnşallah 13-14-ü Qazaxdasınız. Bəli, inşallah Qazaxda həm də ki, olmuş müalicələrin nəticələrini görmək üçün gedirik. Biz mütəmadi ora getdiyimiz üçün qərb bölgəsinin bütün sakinlərinə xidmət göstəririk və sakinlər özləri də bilirlər ki, mütəmadi olaraq müalicələrimiz, nəticələrimiz, hər şey, yəni göz qabağına da paylaşımlar da edirik və onların heç bir müalicəsi yarımçıq qalmır. Biz çalışırıq ki, uzaq zonaya gedək ki, bütün əhaliyə xidmət göstərə bilək. Var olasınız. Gərək bir dəfə mən də sizə qoşulum, Qazaxa gedim. Mütləq. Çünki hələ mən Qazaxa getməmişəm. Çox təəssüf hissi ilə bunu vurğuluyuram. Çox sevirəm Qazaxlı yaxınlarım, rəfiqələrim, dostlarım, bilmirəm də ətrafımız, iş yoldaşlarımız var, amma mən hələ ora gedib çıxa bilməmişəm. İnşallah Allah qismət eləsin. Amma əhali sizi çox sevir. İnşallah bir dəfə mütləq təşkil edərik. Mən də onları çox sevirəm və bilirəm ki, siz özünüz də o bölgədənsiniz, o zonadansınız. Uğurlarınız hər zaman bol olsun. Martın 13-ü, 14-ü dəyərli Turan xanım Qazaxa gəlir. Və birazdan yeni elan eləyəcəm. Narahat olmayın, sual verən izləyicilərimizə səsləndirəm. Müxtəlif mövzularla bağlı müraciət eləyə bilərsiniz bizim dəyərli Turan xanıma. İstər hormonlar olsun, hormon pozğunluqları, infeksiyalar olsun, parazitlər, göbələklər, bakterial infeksiyalar, gastroenteroloji xəstəliklər, uroloji xəstəliklər, uşaqlarda vitamin azlığı ilə bağlı çox yazırsınız, anemiyalar, dəri xəstəlikləri, allergiyalar, ginekoloji müayinələr, qurd invaziyaları. Hansı ki, Turan xanım, nəticələr çoxdur. Əslində bizim Turan xanımla həmsöhbət olacağımız mövzular da çoxdur. Yəni, mövzu cəhətdən bir əziyyət çəkmirik. İstər bağırsaq florasının pozulması ilə bağlı problem yaşayanlar, immun zəifliyi, xüsusən də bu dövrdə tez-tez xəstələnən uşaqlar, böyüklər müraciət edə bilərlər. Diaqnoz, doğru diaqnozun qoyulması üçün, nəticələrin aradan qalxması üçün və mən Turan xanımı nəyə görə çox sevirəm? Orqanizmə ziyan vurmadan bu müalicələri edir və o preparatları və o, belə deyim də, qida rasionunu elə təyin edir ki, həmin insan daxildən sağlamlaşsın. Çünki indiki dövrümüzdə biz sağlamlığımıza biraz biganə yanaşırıq. Bu da nə ilə bağlıdır? Gərgin qrafiklə çalışan insanlar, vaxtında yemək yeyə bilməyənlər, qidalanarkən ayaqüstü yeməklərə üstünlük verənlər, elə bir tez bazar nəsə olsun. Dünən inanın 18 saat çəkilişdə olmuşuq. Düz səhər saat 8-dən gecə saat 3-ə işləmiş bitirdik çəkilişi. Və yemək məsələsi, artıq mən gördüm ki, dünən mənim bütün rejimim qarma-qarışıq oldu. Hətta siz mənə bir müalicə yazmışsınız. Onu eləyirəm. Dünən bax, onu da eləyə bilmədim və artıq o narahatlıqlarım baş qaldırdı. Ona görə hətta mənə yazdığı preparatlarda belə, mən özüm də araşdırdım onları ki, hamısı orqanizmə ziyan vermədən, mədə-bağırsaq sistemini, qaraciyərin, ödüm funksiyasını, sırf bizim həzmimizi təşkil edən tripsin, pepsin, yəni bu həzm fermentlərimizi biz əgər orqanizm funksional olaraq ifraz edə bilmirsə, biz onu süni şəkildə medikamentoz üsulla qəbul edirik və müəyyən müddətdən sonra həmin orqanın funksiyasını bərpa ediriksə və o orqan özü öz formasını düzəldərək yenidən funksiyasını bərpa etmiş olur. Bəli, çox önəmlidir bu və bu məsələlərə də fikir verin. Müxtəlif ağır preparatlar, hansı ki, məsələn, qurd invaziyaları ilə bağlı bəzən bizə yazır izləyicilərimiz Turan xanım ki, valideyndir. Mən mütəmadi olaraq, profilaktik olaraq övladıma qurd dərmanları verirəm. Amma bilirik ki, bu qurd dərmanları
dərmanları, yəni nə qədər ağır dərmanlardır və öz başına bunların qəbulu hansı fəsadlara gətirib çıxara bilər. Çox təəssüf ki, bəzən valideynlər bu məsələlərə diqqət etmirlər. Təbii ki, hər kəsə aid etmirəm, amma elə insanlar var ki, 3 aydan bir, 6 aydan bir bu ağır preparatlardan istifadə edirlər. Baxın, onları mən deyim sizə ki, hər bir qurdun özünün funksional bir xüsusi müalicəsi vardır və bəzi qurdların müalicəsi bir həftəlik, ya 3 gün, ya 1 günlük təşkil edə bilərsə, bəzi qurdların müalicəsi aylarla təşkil edir. Və biz bu medikamentoz üsulla müalicələrimizə dərman preparatları verilməsini hər bir qurda eyni cür şamil edə bilmərik. Hər bir orqanizmin funksiyası fərqlidir. Hər bir orqanizmin yaratdığı orqanlar ki var, təşkil etdiyi, onların da öz funksiyası fərqli olduğu üçün insanlar bəzən deyir ki, bəs bizim nəyə lazımdır yoxlanış etmək, bir qurdum var, bir bunu müalicə edək, lakin bu düzgün bir şey deyildir ki, insanın orqanizmdə olan orqanların funksiyalarından və birincili, ikincili olan xəstəliklərdən asılı olaraq biz müalicə taktikamızı dəyişə bilirik və hər bir qurd dərmanını da bütün həkimlər yaza bilmir. Əlbəttə. İstər pediatrlar olsun, məsləhətləşirlər, çox qorxuludur. Çünki burada bitki mənşəli verəcəyi allergiya qaldıra bilər. Medikamentoz əgər kimyəvi mənşəli verirsə, bu da qaraciyərə və yaxud da digər orqanlara təsir edə bilər. Bunun üçün biz orqanizmi tam araşdırmalıyıq. Dəqiq bilməliyik, hansı qurd növüdür və funksional bilməliyik, orqanizm necədir, ondan sonra biz təyin edirik müalicəni. Elə bugün danışacağımız mövzu da birbaşa olmasa da, belə deyim də, qurdlarla da əlaqəsi var. Həzm sistemindən danışacağıq. Ümumiyyətlə, həzm sistemi orqanları hansı orqanlardır? Ümumiyyətlə, həzm necə başlayır, necə baş verir və dediyim kimi, qurdların həzmə təsiri varmı? Bu haqda da danışarıq mümkünsə. Çünki həm də Turan xanım bir parazitoloqdur, həm də laboratoriya üzrə mütəxəssisdir. Bunların təyini üçün çox gözəl şərait var. Həm elə Bakıda, həmçinin də Qazaxı biz söylədik, LabMed klinikasında, Bakıda isə Baku City görüntüləmə mərkəzində və mikrobiota. Və çox, belə deyim də, son zamanlarda nəsə bu ifadəni çox görürəm və çox eşidirəm. İstəyirəm tamaşaçılar da ətraflı olaraq bilsinlər ki, mikrobiota nədir, həzm nədir? Bu barədə ətraflı məlumat verərdiniz. Demək olar, gələn izləyicilərimiz, pasientlərimiz hamısı da çox savadlı şəkildə bu haqda məlumatlıdırlar və gələndə hətta özləri sual verirlər. İlk növbədə olaraq mikrofloramızın təyinini, yəni hamı istəyir və bu da bizim laboratoriyalarda çox mükəmməl təşkil olunmuşdur. Çünki mikroflora nədir? Mikrobiota nədir? Bizim hər hansı bir dərimizin üzəri belə olsun, ağız boşluğu, burun keçəcəkləri, qulaq keçəcəkləri və o cümlədən də bağırsaq sistemimizə bizim özümüzə xas olan orqanizmdə mikrofloralar yaşayır. Yəni, bu mikrofloraların adı bifidobakterilər və laktobasillərdir ki, bu laktobasillər bizim üçün xeyirlidir. Yəni, xeyir dedikdə biz nəyə tuturuq? Sırf birinci növbədə immun sistemi nəzərdə tuturuq ki, mikrofloralarımız nə qədər zəngindirsə, çoxdursa, o zaman biz ağızdan alınmış, oral vasitəsilə alınmış bir müxtəlif bakteriyaları və qurd invaziyalarına yoluxmayacağıq. Bu bir mənalıdır. Müxtəlif insanlar, bir sinifdə olan bütün uşaqlar eyni qurd invaziyasına yoluxa bilər və bunlardan 3-ü 5-i tuta bilər, digərləri tutmaya bilər. Bunların hər biri immun sistemindən asılıdır və immun sistem normal mikrofloradan asılıdır. Bizim bağırsaqlarımızda, yəni yoğun bağırsağımızdakı mikrobiotamız nə qədər zəngindirsə, o qədər biz sağlamıq, allergiyadan uzağıq və digər infeksiyalara tutulmağa da çox az məruz qala bilərik. Tam doğru, tam qatılıram və son araşdırmaları mən oxuyuram. Yəni, bu allergiyadan əziyyət çəkən insanlar, bizim də ailəmizdə var allergiyadan əziyyət çəkənlər. Mən hər zaman özüm də onlara söyləyirəm ki, bağırsağın funksiyası çox önəmlidir. Bağırsaq bizim ikinci beynimiz, əbəs yerə demirlər axı. Yəni, allergiyadan daimi olaraq əziyyət çəkən, burnu axan, öskürən və yaxud hər hansı bir qidadan o dəqiqə səpən, dərisində hər hansı bir qızartılar əmələ gələn insanlar var. Saç dibində böyük, bilmirəm ki, o sebariyadan əziyyət çəkənlər, allergik qaşıntılardan əziyyət çəkənlər, kəpəkdən əziyyət çəkənlər, bu bağırsaq florasını bərpa etsələr, bax sizin dediyiniz o qidalanma var, hansı ki onu mənə anlatmışdınız siz, bunlara belə deyim, riayət eləsələr, çox gözəl nəticə əldə edə bilərlər. Bu haqda daha geniş danışacağıq, reklam fasiləmiz var. Qısa fasilədən sonra Turan xanım bu haqda ən son yenilikləri, ən son məlumatları sizə çatdıracaq. Sağlam gün ay davam edir və hal-hazırda studiyamızın çox dəyərli həkim qonağı var və elə özüm də onu çox diqqətlə dinləyirəm, onun dediklərindən faydalanıram. Bu Turan Axundovadır, tibb üzrə fəlsəfə doktoru, laboratoriya mütəxəssisi, qidalanma üzrə mütəxəssis və parazitoloq həkimimiz. Çox sual verirlər hal-hazırdakı doktorla hansı, belə deyim də, problemlərlə bağlı müraciət eləyə bilərik. Bax, uşaqlarda vitamin azlıqları, anemiyalar, dəri xəstəlikləri, bax, allergiyaların adını çəkdik, həmçinin qurd
invaziyaları ilə bağlı məşğul olan həkimimizdir. Bağırsaq florasının pozulması, xüsusən də antibiotik qəbul etmisinizsə, bilin ki, artıq o floradan əsər əlamət qalmır və bu floranı bərpa eləmək uzun müddət alır. Bəzən bir neçə preparat qəbul edirsiniz ki, bu floranı bərpa eləyəsiniz, amma bu mümkün deyil və immunitet sistemi aşağı düşür. Daha sonra deyirsiniz ki, niyə mənim uşağım və yaxud da mən özüm tez-tez xəstələnirəm. Xüsusən də bu dövrdə daimi olaraq xəstələnən və sanki xəstəlik geri qayıtdı deyən izləyicilərimizin sayı çoxalıb. Onlar da diqqətli olsunlar. Bu problemlərlə bağlı bizim Turan xanıma müraciət eləyə bilərsiniz. Həftə içi 6 gün Gənclik metrosunun yaxınlığında yerləşən Baku City görüntüləmə mərkəzində çalışır. 050-273-90-16. Elə öz problemimi doktordan soruşurdum ki, doktor, mən artıq yemək yeyərkən hər zaman tələsirəm. Məsələn, hər gün veriliş var, canlı yayım. Mən səhər yeməyini də normal yeyə bilmirəm. Günorta yeməyini ümumiyyətlə yemirəm. Axşamdakı tıxaclarla evə gəlib çıxanda artıq saat neçə olur. Amma yenə də evdə belə mən stresli halda yemək yeyirəm. Qaça-qaça yemək yeməyə çalışıram. Bəzən elə bilirəm ki, o yemək elə ağzımda bütöv şəkildə mədəmə düşür və özüm də hiss edirəm ki, sonra mədəmdə ağırlıq yaranır. Çeynəməyə belə sanki vaxt tapmıram. Ümumiyyətlə sürətli yemək hansı problemlərə səbəb olur? Deməli, ilk elə qidalanmamız buradan başlayır ki, qidanın sürətli çeynənməsi və udulması. Ağız sistemində diş orqanlarımız bizim hansı ki, sümüyün ilk olaraq bayırda olan yeganə sümük toxmasıdır ki, o bayırda yerləşir və bizim kəsici, deşici və əzici bir funksiyası daşıyır ki, dişlərimizin önəmlidir ki, dişlərlə çeynəməni 6-8 dəfə çeynəyək. Bir loxmanı aldıqdan sonra 6-8 dəfə minimum çeynəmək lazımdır ki, həzm olunsun. Və ilk həzm, amilaza fermenti dediyimiz ferment, ağız suyunda bizim mədaaltı vəzi fermentidir, hansı ki amilaza. Bu ilk başlayır bizim ağzımızdan. Yəni, ilk ağız suyunda islanarkən bizdə çürümə prosesi, ərimə prosesi başlayır və islanmış və denaturasiya olmuş qidalar artıq udulaq vasitəsilə, qırtlaq vasitəsilə keçir bizim qida borumuza, mədəyə və mədədə artıq turş mühitə düşür. Yəni, bizim ağız boşluğu neytral mühit sayılır və turş mühitə düşərsə, artıq burada parçalanma prosesləri gedir turşular nəticəsində və bu prosesdə də bizdə əsasən qaraciyərin içərisində öd kisəsi rol oynayır və mədəaltı vəzi daha çox rol oynayır ki, bütün fermentləri ifraz edərək mədədən 12 barmaq bağırsağa və nazik bağırsağa atırlar. Bu bizdə funksional proses görün. Ağızdan başlayan funksional proses başlayıb və bitirəcək yoğun bağırsaq, düz bağırsaq və anal dəliklə defekasiya aktı ilə bitəcəkdir. Lakin bütün proseslərdə elə buradan ibarətdir ki, bizim həzmimizdə nə yeyiriksə, sağlıqlı qidalardır, təbii qidalardır, amin turşulu qidalardır, tərəvəzlərdir, bitkilərdir. Yəni, bu qidalanmalara üstünlük verməliyik ki, bizim mədəmizdən sorulan vitamin və minerallar daha zəngin olsun. Əgər bu mineral və vitaminlər olmayan qidaları istifadə edəriksə də, biz həzm edirik, lakin həzm etdiyimiz sağlıqlı qida deyil və orada çoxlu konsentratlar qəbul edəcəyik, çoxlu orqanik olmayan qeyri-orqanik maddələr qəbul edəcək və bu da bizim gələcəkdəki xəstəliklərə səbəb olur. Biz bir həkim kimi əsas funksiyamız ilkin olaraq xəstəliksiz sağlamlığı bərpa etməkdir və ilkin xəstəlikləri ayırd edib onları o xəstəlikdən döndürməkdir və bu da ilk növbədə mədə-bağırsaqdan başlayır. Lakin bu mədə-bağırsaq sisteminə təsir edən funksiyalar çoxdur. Qidalanmanı dedik, tamamdır. Sağlıqlı qidalardan çox danışırıq. Gələndə hər bir şəxsə xüsusi olaraq vərəqlərdə belə xüsusi təqdimat edirik rejimləri. Bundan başqa bizə stres və siz dediyiniz kimi stres faktorları və ətraf mühitin gərgin əsəb sistemi təsir edir. Bir mənalı təsir. Çünki mədə qıcıqlanması ilk olaraq baş beyindən birbaşa sinirlər vasitəsilə büzüşmələr nəticəsində gedir. Yəni, reflektor olaraq əgər bizdə sinir sistemi varsa, qıcolmalar varsa, bu qıcolmalar sırf bizim mədə və öd kisəsinin qıcolmasına gətirib səbəb ola bilir. Bu da ki, mədə fermentlərinin azalmasına, şirənin azalmasına və öd kisəsinin də yenə öz fermentlərini funksional olaraq qovmamasına səbəb ola bilir ki, və bizdə ikincili olaraq xəstəliklər yaranır. Çox vaxt gəlirlər, mədə ağrılardan şikayətlər gəlir və biz araşdırırıq, heç bir burun invaziyası tapılmır, tamam bir öd qatlığı tapılır, qaraciyərdə piylənmələr tapılır, mədədə qastritlər tapılır.
Bunlar ilkin diaqnozlardır bizim üçün. Lakin bunun səbəblərini araşdırdıqca biz əsəb sisteminin yerində olmadığını və stress faktorlarının olduğunu araşdırırıq. Bunun üçün insanlar birinci növbədə şuuraltı özlərinin sağlamlığı üçün öz əsəb sistemlərini sakitləşdirməlidir. İkincili olaraq kənar qıcıqlardan kənar olmalıdırlar. Yəni sinir sistemi biri var, əsəbləşirəm, mən əsəb xəstəsiyəm deyilən xəstəlik var. Biri də var, xəstəlik deyil də, bunu əsəbləşdirən faktorlar var sadəcə. O faktorları kənarlaşdırmaq lazımdır. Bəli. Faktorlar aradan qalxdıqdan sonra artıq müalicənin təsirini görəcəklər. Və tez-tez qidalanma dedikdə biz dişlədiyimiz qidaları, əgər bütöv uduruqsa, mədə bizdə başlayır gərginliyə düşməyə. Təbii ki, bu da bir əzələ parçası olduğu üçün və bu əzələ parçası günlərlə, aylarla müxtəlif qidaları həzm etdirir. Sürətli şəkildə. Qaz, köp, ağrılar, qaz, köp ilkin bizim nəticəmizdir və ona da məhəl vermədən içində bir şişkinlik hiss edən insan içində çox böyükmüş kimi hiss edir, amma kənardan çox arıq və çox zəif ola bilər. Və bu da bunun zəhni sisteminə təsir göstərir, yuxu sisteminə təsir göstərir. Yəni bu ağrılar bir mənalı olaraq bütün funksiyalar orqanizmə dağılır. Və sonuncu nəticələrimiz dəri xəstəlikləri, saç tökülmələr, yuxusuzluqlar, əsəb sisteminin biraz da pozulmasına gətirib çıxarır. Buna da yenə dediyim kimi həzmdə bizdə rol oynayan əsas səbəb bədənə sorulmasına səbəb mikrofloralarımızdır. Mikrofloralarımız bizim vitaminlərin sintezində iştirak edir, həzm sistemində iştirak edir, immun sistemin qorunmasına iştirak edir. Hər hansı bir kənardan düşmüş infeksiya və parazitlərin məhv olmasında bağırsaqda iştirak edir. Yəni görün nə qədər funksiyası var və biz bu mikrofloraları özümüz qovuruq. Bu hala gətiririk. Baxın, o şəkillərə baxın, normal və pozulmuş forması. Gəlirlər sızanaqlarla, səpkilər. Əsasən hal-hazırda gənclər daha çoxdur ki, sızanaq, səpkilər, saç tökülmələr, görmüşük saç tökülmələri 40 yaşdan sonra başlayır. Yəni, bu da irsiyyətdən asılı olan bir durumdur. İndi uşaqlarda da görürsən ki, çox yazırlar valideynlər. Və bununla da bağlı sintetik vitaminlər dəfələrlə valideynlər verirlər, o vitaminlərdən verirlər, başqa yağ maddələrindən verirlər, bitki yağlarından verirlər və bunların heç bir təsir göstərmir. Bizdə fotolar var idi, o saç tökülmələri ilə bağlı. Bizə yazırlar bəzən, qəpik boyda, qoz boyda nahiyədə tamamilə tökülmüş nahiyələr, bax bu formada. Bunlar artıq, bu alopesiyalar artıq dəri xəstəliklərdən xəbər verir bizə. Bir də stress faktorları da bu alopesiyaları yarada bilir. Lakin seyrəlmiş bütün saç diblərində seyrələrək tökülmələr əgər baş verirsə də, nahiyəvi deyil də bütün saçlarda, bunlarda bir mənalı olaraq vitamin çatılmazlıqlarından və mikroflora çatılmazlığından söhbət gedə bilər. Hal-hazırda valideyn yazır, qızımın 16 yaşı var, saçları çox tökülür. Demək ki, elə həkimin dediyi birbaşa elə, bax bu valideynə, bu balaya aiddir. Bəli, saç tökülməsi hal-hazırda varsa, stress faktoru və qidalanmanı düzgün eləməlidir. Bunu yenə dediyim kimi dəfələrlə danışırıq. Birinci qidalanmasını düzəltsin. Təbii ki, bugün qidanı düzəltdim, sabah bir saç tökülməsinin dayanmasını gözləmirik. Bunun üçün 6 aylarla bizə vaxt lazımdır. Yəni, biz mütəmadi olaraq qida rejimimizi bizim üçün dostcasına, yəni özümüzə bir müştərək saymalıyıq ki, biz bu qidalarla qidalanmalıyıq. Yəni, buna rutin örgəşmək lazımdır. Bugün etdim, 10 gün etdim, sonra dayandırdım söhbəti olmamalıdır. Bunları, orqanik qidaları biz bişmiş qidalarla bərabər sistemimizə daxil etməliyik, qida sistemimizə daxil etməliyik. Doktor, özümüzə çətindir bunu etmək. Xüsusən də indiki dövrdə insanlar istəyirlər ki, hər şey belə biraz tez baş versin də, müalicələr də tez olsun. Bəzən görürsən ki, uzun illərdir dəri problemindən əziyyət çəkir də, 10 ildir məsələn müxtəlif yaralarla yaşayır və onların üstünü örtüb gəzməklə məşğuldur. Amma həkimə müraciət edəndə deyir, həkim bunu elə ki, elə bir həftənin içində məni tərk eləsin. Yəni bütün bunlar nəzərə alınmalıdır ki, bu xəstəlik artıq uzun müddət sizləndir, ağırlaşmış vəziyyətdədir. Mən bilirəm ki, sizə hər gün onlarla belə pasiyent müraciət edir. Bizim özümüzə də yazırlar ki, həkim bunu tez müalicə eləyə bilər. Bəli, eləyə bilər. Həkim insanı daxildən sağlamlaşdıra bilər. Çünki mən Turan xanıma nəyə görə güvənirəm? Bilirəm ki, o həm vicdanlı həkimdir, həm həssas yanaşır bu işə, həm də eyni zamanda tamamilə kompleks bir yanaşma edir. Və onun o təcrübəsi də buna imkan verir, onun o təhsili də buna imkan verir. 20 ilə yaxın elə təhsil alıb insan bir neçə ixtisas bərabərliyində, yəni onun
onun sənədləri var, hansı ki biz onları araşdırırıq təbii ki əvvəlcədən və hamısından danışmağa görürsünüz ki, fikirləri var, yeni məlumatlar var. Daimi üzərində çalışan həkimimizdir, daimi konferanslardadır və mən təşəkkür edirəm ona ki, dəyərli vaxtını ayırıb bizi də unutmur. Çünki Sağlam Günay vasitəsilə bizim çox milyonlu ATV telekanalı auditoriyasına xitab etmək şansımız var və daha çox insana faydalı olmaq şansımız var və Turan xanım həmişə danışanda demir ki, mənim yanıma gəlin, mən sizi müalicə eləyəcəm. Buradan öz məsləhətlərini verir ki, siz ev şəraitində bunları edin. Əgər yox, o zaman bir nəticə əldə etməsəz, o zaman müraciət eləyərsiniz. Amma indi çox çətindir. Məsələn, mənim özüm belə, yəni bu nə qədər məlumatlı olsam da, daimi bu yenilikləri, tibbi protokolları oxusam da çətindir. İnsan vaxt tapa bilmir. Yəni gərgindir. Hal-hazırda gərgin qrafiklə çalışır hər kəs. Yəni və o insanlar istəyirlər ki, daha rahat şəkildə gedim, Turan xanım mənə qəşəng qidalanma versin və desin ki, bax, səndə bu problem var, bunu aradan qaldırmaq üçün görək müalicəyə ehtiyac varmı ya yox. Daha sonra bunları edəcəksən və gözəl nəticə əldə eləyəcəksən. Düşünürəm ən gözəli müraciət etməkdir ki, çox da gözəl nəticələr əldə etmək. Bax, immun sisteminin zəifliyi ilə bağlı hal-hazırda neçə valideyn yazır. Elə özləri tez-tez xəstələnirlər, övladlarımız tez-tez xəstələnir. Bu mövsümlə əlaqəlidir, bu il daha çox xəstələndik. Adətən bu müddətdə 1-2 dəfə xəstələnirdiksə, indi 7, 8, 10 dəfə xəstələnən insanlar var və neçə aydır xəstə olan insanlar var. Bax, bu bağırsaqda olan problemlər, bayaq göstərdiyi o foto, bağırsaq mikrobiotasının pozulması immun sisteminə necə təsir göstərir? İmmun sistemi bir mənalı aşağı salır. Yəni, floramız əgər bizim yoxdursa və yaxud azdırsa, immun sistemi aşağı düşəcək və günü-gündən başqa parazitlər və infeksiyalar yoluxmamız daha da artır. Bu tək bağırsaq infeksiyaları yoluxma deyil, tək bağırsaq qurtları yoluxma deyil. Biz dəri xəstəliklərinə yoluxa bilirik. Ağız boşluğu xəstəliklərinə də yoluxa bilirik. Gingiviz, stomatitə də yoluxa bilirik. Bəli. Yəni, otitə də yoluxa bilirik, qulaq tibi xəstəliklərinə. Yəni, bunların hər biri, hətta dırnaq və tüklərin də belə tökülməsinə səbəb olur və dırnaqların korroziya uğramasına səbəb ola bilir. Yəni, ona görə immun sistemi biz düzəltməklə bütün orqanizmi mədə-bağırsaqdan düzəldirik. Yəni, sırf bir mazlarla, sırf bir dərmanlarla müalicə lazım deyil. Funksional orqanizmə yanaşmaq lazımdır ki, bunun ilkin yoluxması və yoluxmanın müalicəsi necə olacaq və sonucu necə olacaq? Bəli, altda yatan səbəbi tapıb daha sonra ona yönəlik, yəni onun istiqamətində olan müalicələr nəzərdə tutulur və parazit infeksiyaları ilə bağlı valideynlər bizə suallar verirlər. Övladımda qurt var, övladımda ləmbliyəm var, qəbizlik məni neçə ildir narahat edir yazan daha bir izləyicimiz var. Qurt problemlərindən əziyyət çəkən insanlar var və Cəmilə xanım yazır, gözəl savadlı həkim Turan xanım. Minnətdarıq hər birinizə, elə sualları da buradan oxuyuram. Hal-hazırda bax, parazit infeksiyaları ilə bağlı narahatlıq yaşayan, sual verən izləyicilərimiz üçün bu sualı səsləndirirəm ki, müalicə olunmadığı təqdirdə qurtlar, parazit infeksiyaları hansı fəsadları yarada bilər? İstər uşaqların, istər böyüklərin orqanizmində. Deməli, qurt infeksiyasının yoluxmasından asılı olaraq çox fərqlidir. Biz gəlin ən çox yoluxan bağırsaq qurtlarından danışaq ki, bağırsaq qurtları günü-gündən artaraq daha da çoxalmaya məruz qalırlar. Əgər biz mədə-bağırsaq sistemimizdə hər hansı bir paraziti daşıyırıqsa, bu 1 dənə, 5 dənə, 5, 15, 100, 150 dənə olduqda artıq bağırsaq keçməməzliyi belə yarada bilir ki, mütləq istər lent şəkilli qurtları, istər yumru qurtları, sap şəkilli qurtları, bunları mütləq ləğv etmək lazımdır, məhv etmək lazımdır. Və bir də pasiyentin bir sualı, izləyicinin sualı var idi, orada ləmbliya ilə bağlı. Ləmbliya ibtidai olduğundan su səviyyəsində belə görünməyəcək çox kiçik bir hüceyrəli orqanizmlərdir ki, bunlar sularda, torpaqlarda, çirkab yerlərdə, bataqlıqlarda, hər yerdə yaşaya bilərlər və təbii ki, meyvə və tərəvəzlərin üzərlərində də sistləşmiş şəkildə çox miqdarda rast gəlinə bilər. Təbiidir, biz bunun hər gün yoluxa bilərik. Heç kim qarantiya olunmayıb ki, bəs burada zəmanət yoxdur ki, bu yoluxmayacaq. Lakin yoluxan orqanizmin immun sistemindən asılı olaraq fərqli nəticələr gəlir bizə. Ləmbliya ilə yoluxmuş orqanizmlə tam müalicə edib bitirmirik. Nəyə görə? Çünki tam müalicə edirik.
öd yumalardır, öd orqanlarının yuyulmasıdır, bağırsaq yuyulmalardır və çoxlu sayda dərman preparatlar bunları veririk. Orqanizm gedir 6 ay sonra yenidən lyambliya qurdu ilə müraciət edir. Deməli, bu qurdu biz məhv etsək, bu gedib yoluxacaqdır. Biz immun sistemi bir mənalı qaldırmalıyıq. Çox doğru, bəli. Və olan hər hansı bir allergik proseslərdir, onları sakitləşdirməliyik. Təbii ki, bunlarda medikamentoz üsullardan istifadə olunur mütləq, amma birinci növbədə xəstə öz rejimini, həyat tərzini dəyişməlidir. Yəni dəyişərsə bizim müalicəmizin effekti birə-bir olacaqdır. Var olasınız. Olmasa yox. Var olasınız Turan xanım. Yenə də bax bugünkü verilişdə çıxışı ilə sizə faydalı olmağı bacardı bizim dəyərli həkimimiz, tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi və qidalanma üzrə mütəxəssis Turan Axundova bizlə bərabər idi. Yaxın günlərdə Lənkəranda olacaq. Əziz Lənkəranlılar və Lənkərana yaxın ərazidə yaşayanlar, Medilent klinikasında doktorun qəbuluna yazılmaq üçün uşaqlarınızda boy və çəki geriliyi varsa, vitamin azlığı varsa, anemiyadan əziyyət çəkirlər, yəni qan azlığından əziyyət çəkirlərsə, ümumiyyətlə narahat edici məqamlar varsa, Turan xanım bu işdə sizə yardımcı ola bilər. 050-273-9016 və martın 13-14-ü isə Qazaxda LabMed klinikasında pasient qəbul elan edəcək. Buyurub yazıla bilərsiniz. Bir daha təşəkkür edirəm doktor, var olasınız. Təşəkkür edirəm, çox sağ olun. Və tamaşaçılara təşəkkür edirəm ki, həftənin ilk günündə bizi bax beləcə izlədilər. Biz də bacardığımız qədər var gücümüzlə, enerjimizlə, həkimlərimizlə bərabər sizə faydalı olmağa çalışdıq. Sabah yenidən saat 13:00-da canlı görüşünüzə gələcəyik. Gününüz, ayınız sağlam olsun. Hələlik.